Növbəti mövzumuz bir məhsulu tənliklər və məsələlər. Birinci sual tipi. Deməli, AB çıxılsın 6, vurulsun x bərabərdir A çıxılsın 4. Şərtdə deyir ki, tənliyin sonsuz sayda həlli olarsa. Sonsuz sayda həll nə zaman olurdu? Bu da 0 olsun, bu da 0 olsun. Deyildik, sonsuz sayda həlli var. Demişdik ki, bu 0, bu 0-dan fərqli olanda həlli yoxdur. Bu 0-dan fərqli olanda isə demişdik, yeganə həlli var. Sonsuz sayda həlli varsa AB çıx 6, 0, A çıxılsın 4, 0. Buradan A'nı tapıram 4. Şimdi A'nın yerine 4 koyuram. 4B bərabərdir 6-ya, B'ni də tapıram 1,5. Sizdən də şərtdə deyir ki, A və B parametrlərinin cəmini tapın. 4 ilə də 1,5'i toplayıram, cavab olacaq 5,5. Şərtdə nəyi soruşursa, həmişə altından xətt çəkin ki, birinci sonda nəyi tapmalısınız. Sonra baxırıq ikinciyə. X kvadrat çıxılsın 3ax üstə gəlsin 5 bərabərdir 0. Deyir, tənliyinin köklərindən biri 2 olar. Kök x-dir. Köklərindən biri 2-dirsə, deməli x-in yerinə 2 qoymalısınız. 2'nin kvadratı 4, 3a'nı 2'ye vuram, çıxılsın 6'a, üstə gəlsin 5 bərabərdir 0'a. 9 çıx 6'a bərabərdir 0'a, 6'a bərabərdir 9'a, A'nı da tapıram 9 bölü 6, yəni 3 bölü 2, 1,5. Daha sonra baxırıq 3-cü misal tipinə. Deyir ki, köklərinin kubları cəmini tapın. X1'in kubu üstə gəlsin X2'nin kubu. Buna kubu üstə gəl, B kubu düsturundan açırıq. X1 üstə gəlsin X2'nin kubu çıxılsın 3x1 x2 vurulsun X1 üstə gəlsin X2. İndi baxıram. Viyetə görə X1 üstə gəl X2 5'dir. X1 vurulsun X2 2. Gətirib yerinə qoyuram. Ümumiyyətlə uşaqlarla çox səhvi baxırlar ki, belədir deyir, kök çıxmır, diskriminant alınmır. Elə misallar var ki, ancaq viyetlə işlənir. Yəni sən viyetlə həll oluna bilən misalı diskriminantla tapa da bilərsən, tapmaya da bilərsən. Məsələn, burada diskriminantdan kök çıxmır, ancaq viyetlə yaza bilərsən. Yerinə qoyuram. 5'in kubu çıxılsın 3 vur, 2 vur 5. Olacaq bizdə 125 çıxılsın. Deməli 15 vur 2 30. Cavabı alacağım. Deməli neçə edir? 95. 95. Sonra baxırsınız 4-cü misal. Burada devir tənliyini həll edin, çarpaz olursunuz. Ümumiyyətlə bir dənə bir şey yadınızda saxlayın. Şimdi burada ola da bilər, olmaya da bilər. Məxrəcdə dəyişən gördünüzsə, məxrəc sıfırdan fərqli olmalıdır. Yəni siz məsələn bunu belə deyək, ətraflıda həll yazmaq istəyirsinizsə buna qırağa yazmalısınız ki, x çıx 4 sıfırdan fərqlidir. Yəni x nədən fərqlidir? 4-dən. Bir də x çıx 6 sıfırdan fərqlidir. X nədən fərqlidir? 6-dan. Məxrəcə qeyd eləməlisiniz ki, məxrəc nədən fərqli olmalıdır? Sıfırdan. İndi çarpaz olun. X vurulsun x çıx 6 bərabərdir x çıxılsın 3 vurulsun x çıxılsın 4. Vurub açanda x kvadrat çıxılsın 6x bərabərdir. X x'e vurum x kvadrat çıxılsın 4x çıxılsın 3x mənfi 4'ü mənfi 3'e vuranda üstə gəlsin 12. Burada x kvadratlar gedir. Mənfi 6x bərabərdir mənfi 7x üstə gəlsin 12. Mənfi 6x üstə gəlsin 7x bərabərdir 12'ye. Buradan da x bərabərdir 12'ni alır. İndi məsələn, burada tutaq ki 4 və ya 6'nı alsaydınız, yazmalıydınız ki, olmaz. Yəni məxrəci sıfır eləyən qiyməti götürə bilməzsiniz. Prosta 12 aldıq deyə, elə 12'nin özünü götürə bilərsiniz. İndi o götürə bilməyəcəyiniz hal 5-ci tipdir. Baxırıq 5-ci tipə. Həll eləmək üçün x-i çıxardıram mötərizə xaricinə. Olacaq x kvadrat çıx 7x üstə gəlsin 10. Bərabərdir 0-a. Hasil 0-a bərabərsə vuruqları ayrı-ayrı 0 götürürsünüz. İndi baxın. Hansı ki ədəddir? Vuranda 10 eləyir, toplayanda 7, 2 ilə 5. İndi mənə belə bir tənlik verin.
Şərtdə sizə deyir ki, bu tənliyin köklərindən yalnız biri bunların həllindən üst-üstə düşür. Məsələ nədir? Sən içini götürə bilməzsən. İçini götürəndə bunun məxrəci 0 olur. Sən 5-i də götürə bilməzsən. 5-i götürəndə bunun məxrəci 0 olur. Tək ortaq olaraq götürə biləcəyiniz cavab x-in 0 qiymətidir. İndi x-lərin yerine 0 qoyanda burada -8 qalır, burada -2 qalır. -8-i -2-yə böləndə olur 4. Burada x-in yerine 0 qoyanda olacaq n bölünsün 3. Olacaq n bərabər 3'ü 4'ə vururam, cavabı alıram 12. Bunu tapdıq. Yenə burada x-lərin yerine 0 qoyuram. 0'dan 15 çıxıram, -15. Burada da -5. Bərabər n bölünsün 2. Bunlar ixtisar edəndə n bölünsün 2 bərabər 3'ə, n-i tapıram 6. Deməli, n-in də qiyməti olacaq bizdə 6. Sizdən m-lə n-in cəmini istəyir. 12 ilə də 6'nın cəmi cavab olacaq 18. Sonra 6-cı misal. Deməli, modulun cavabını bizə 5 verir. Daha doğrusu 9 verir. Deməli, modul ifadələrdə nə edirsiniz? Bir dəfə içini normal müsbətinə bərabərsiniz, bir dəfə də mənfisinə bərabərsiniz. Çünki modulda 9'dan da 9 çıxır. -9'dan da 9 çıxır. Modulda x çıxılsın 2, üstə gəl 5, bərabərdir 9'a. Modul x çıxır 2, bərabərdir 4'ə. X çıxır 2'ni 4 götürürəm, x olacaq 6. X çıxır 2'ni -4 götürürəm, x olacaq -2. Bir dəfə də -9'a bərabərsiniz. Modulda x çıxır 2, üstə gəl 5, bərabərdir -9'a. Olacaq modulda x çıxır 2, bərabərdir -14. Modulda mənfi ola bilməz. Yəni köklərimiz -2 ilə 6'dır. Modul tənliklərdə də bu cür həll olunur. Sonra kökə aid. Yedinci. Dayandır. Deməli belə, baxırıq 7-ci tipə. Kök altında 16 üstə gəlsin. 3-cü dərəcədən kök altında x kvadrat çıxılsın 5x bərabərdir 4'ə. Kökdən azad olmaq üçün hər tərəfi yüksəldirəm kvadrata. Kvadrat kökü öldürəcək. Olacaq 16 üstə gəlsin. 3-cü dərəcədən kök altında x kvadrat çıx 5x bərabər 4'ün kvadratı 16. 16'lar gedir. Alıram 3-cü dərəcədən kök altında x kvadrat çıx 5x bərabərdir 0. Hər tərəfi kuba yüksəltsəz, zaten 0'ın kubu 0'dır. X kvadrat çıx 5x 0. X'e çıxardıram. X çıx 5 0. Köklərdən biri 0'dır, biri də 5'dir. Bizdə də deyir çəkdir, kökləri cəmini tapın. 0 ilə 5'in cəmi olacaq sizdə 5. İndi 4 dənə də məsələmiz var. Deməli belə. 34-cü məsələni oxuyuram. Bizdə də 8-ci misal. Şərtdə deyir ki, əmanət kassasındakı pulunun əvvəlcə 1/3'ini. Bax, tam sizdə 1'dir. 1/3'ini götürürəmsə, yerdə neçəsi qalacaq? 3/2'si. Deyir ki, sonra qalan pulunun 5/3'ü. Qalan pul 3/2'dir. 3/2'nin tapıram 5/3'ünü. Oldu bizdə neçə? 5/2. İndi bir dənə diqqətlə baxın. 3/2 qalmışdı. Mən burada sadəcə qalan pulun 5/3'ünün neçə olduğunu tapmışam. Hələ bu pulun içindən bunu çıxmamışam. Deməli, nə etməlisiniz? 3/2'dən 5/2'nin çıxması görüm nə qədər qaldı? Məsələn, mənim 100 manat pulum var. 100 deməyim, 3 bölündən də olsun. Tutaq 300 manat pulum var. 3/1'ini götürdüm, yerdə neçəsi qaldı? 200'ü. Deyir, qalan pulun 5/3'ün. Sən əvvəlcə 200'ün 5/3'ünü tapmalısan, sonra 200'dən çıxmalısan. Məntiqi odur. Burada ortaq məxrəcim 15'dir. Bunu 5'ə vururam, bunu da 3'ə vururam. Olacaq bizdə 10 çıxılsın 6, yəni 15'də 4. Bu hal-hazırda qalan pulumdur. Deyir, bundan sonra, deyir ki, əlavə 120 manat da götürdük. 15'də 4x qalmışdı. Əlavə 120 manat da götürdüm. Deyir, onda pulunun 15'də 1'i qalır. Yəni, bərabər edirəm nəyə? 15'də 1 x-ə. Yəni, misalı sırayla düzgün oxuyub işləmək lazımdır.
15'te 4x'ten 15'te 1x çıxanda 15'te 3x bərabərdir 120-yə. Bundan bu gedəcək. Qalacaq 40. X də bərabərdir. 40 vurulsun 15. Cavabı da alırıq 600. O da cavab olacaq D variantı. Sonra kater məsələsi 9. Kater məsələlərinin düsturlarını yazıram bir də. Axın ilə sürəti tapanda katerin sürəti ilə çayın sürətini toplayırsınız. Axına qarşı sürəti tapanda katerin sürətindən çayın sürətini çıxırsınız. Sonra gedilən yolu tapanda sürəti vurursunuz zamana. Bir də əgər sizə axın ilə axına qarşı verib kater istəyərsə, axın ilə axına qarşını toplayıb bölürsünüz 2-yə. Yox, əgər çayı istəyərsə, axın ilədən axına qarşını çıxıb bölürsünüz 2-yə. Əsas düsturlarımız budur katerdə. İndi baxaq misala. Deməli, şərtdə sənə verir. Deyir ki, kater 15 kilometr axın ilə gedib. Yazıram. S axın ilə. Həmişə verilənləri yazın ki, gözünüzün qabağında olsun. 15 kilometr axın ilə getmişəm. Sonra 4 kilometr göldə getmişəm. S göldə. Belə yazıram ki, gözümün qabağında olsun. Şərti bir də oxumalı olmuyor. Yazıram 4 kilometr göldə. Deyir ki, bütün yola 1 saat vaxt. Bütün yol. T bərabərdir 1 saat. Və verir ki, çayın axma sürəti V çay bərabərdir 4 kilometr böl saat. Katerin axın ilə sürətini istəyir. Bax, verilənləri bu formada qeyd edin ki, həmişə biləsiniz ki, nə ilə işləyirsiniz. Diqqətlə qulaq asırsınız mənə. Hal-hazırda səndə nə yoxdur? Katerin sürəti. Yazıram V kater bərabərdir bir dənə x-ə. Axın ilə 15 km gedib. Mən zaman tapıramsa, gedilən yolu bölməliyəm sürətə. Axın ilə 15 km gedibsə, 15-i bölürəm. Dedi axı, axın ilə sürət tapanda katerlə çayı toplamalıyım. Yəni, x ilə 4-ə toplayıram. 15 bölünsün nə yazıram? X üstəcəl 4. Plus, əlavə olaraq 4 kilometrdə göldə gedirəm. Gölün sürəti yoxdur. Göl sakit bir yerdir. Orada ancaq katerin sürətindən istifadə olunur. Katerin sürəti də bizdə x-dir. Olacaq sizdə 4 bölünsün x. Obş yolda 1 saat vaxt sərf eləmişəm deyək, toplayıb bərabər eləməyə 1-ə. Bir də göl əvəzinə məsələn deyə bilər ki, qayıq. Qayığınsa özünün sürəti olmur. Qayıq ancaq çayın sürəti ilə gedir. Yəni burada göl yox, qayıq misal versəydi, qayıqda qayığın sürətini 0 götürürsünüz. Qayığın sürəti olmur. Qayıq ancaq çayın sürəti ilə gedir. Məsələn desəydi ki, qayıq 10 km gedir. O 10 km çayın sürəti ilə getmiş olur. Yəni onu məsələn 4-ə bölməlisən, o deməlisən ki, 2,5 saat yol gedib. Aydındır, qayığın öz sürəti olmur, gölün də öz sürəti olmur. Yəni göl deyirsə, ancaq katerin sürətini götürürsünüz. Qayıq deyirsə, ancaq çayın sürətini götürürsünüz. Qayıq çayla gedir, çayın sürəti ilə gedir. Göldə isə ancaq kater öz sürəti ilə gedir. Aydındır, bu tənliyi ortaq məxrəcə gətirib həll eləməlisiniz. Sonra yaş məsələsi. 10-cu deyil. Qapı dövdü. Həsən etibardan 8 yaş böyükdür. Etibara x desəm, Həsən nə olacaq bizdə? X öcə 8. İndi məsələnin ardından diqqətlə oxuyun. Şərtdə deyir ki, Həsən 7 il əvvəl, etibar isə 9 il sonra anadan olsaydı. Məsələn, mən tutaq ki, 2001 təvəllüdəm, düzdürmü? 7 il əvvəl anadan olsaydım, 2001 yox, 2001-dən 7 çıxın, 1994 təvəllüddə olardım. Onda mənim yaşım 7 vahid artırmı? Düzdür. Ona görə deyirsə, Həsən 7 il əvvəl, ona görə 7 üzərinə gəlir, yəni bu 7 yaş daha böyük olardı. Sonra deyir ki, etibar 9 il sonra anadan olsaydı. Mənə bir 2001 təvəllüddür. 2001-də yox, 9 il sonra. 2010-da anadan olmuşam. Düzdürmü? Deməli, mənim yaşım 9 il balacalaşmalıdır. Ona görə burada nə yazıram? Çıxılsın 9 yazıram. Bizə deyir ki, Həsənin yaşı, etibarın yaşı da 3 dəfə çox olardı. Bunun yaşı x üstəcəm 15 olur. Bu da x çıxılsa 9. Bu bunlar 3 dəfə böyük.
X üstəgəl 15'i bölürəm x çıxısı 9'a. Bu da 3 bölü 1. Çarpaz vurma. 3x çıx 27 bərabərdir. X üstəgəl 15. 3x'dən x'i çıxıram 2x. X'i də alıram 21. İndi şərtə qayıdıram. Şərtdə bizə deyir ki, Həsənin indi neçə yaşı var? Həsənin ilk yaşı nə idi? X üstəgəl 8. Ona görə 21 ilə 8'i toplayıram. Həsənin indi 29 yaşı var imiş. Sonra baxırıq növbəti 11-ci tipə. Deməli, deyir 2 fərqlə birlikdə bəyər işi 6 saata yerinə yetirir. Birinci fərqlə təklikdə bu işi ikincidə 5 saat az vaxt sərf edir. Deməli, bu x çıx 5'dir, bu da sizdə nədir? X-dir. Birlikdə 6 saatdır. Uşaqlar çaşır toplayır 6'ya bərabərlik. Elə olmur. Fərqlə məsələlərində necə olur? Bu x çıx 5 saat sərf edirsə 1 saat olacaq, x çıx 5'də 1. Bu da x saat sərf edirsə 1 saat olacaq, x-də 1. Birlikdə 6 saat sərf edirlərsə bərabər eləyəcəm nəyə? 6'da 1'ə. Gətirirsiniz ortaq məxrəcə. Bunu x-ə vururam, bunu da x çıxılsın 5'ə vururam. X vur, x çıxılsın 5 bərabərdir x plus x çıx 5. Bərabərdir 6'da 1'ə. Buradan da çarpaz vurup x'i tapmalısınız.